Bundan şirniyyat hazırlayırlar, bilirsiniz. İnci xanım qeyd elədi ki, toyuq, süd və şəkərdən şirniyyat hazırlayın. Bu üç məhsulu necə birləşdirmək olar? Çox fikirləşdim, sonunda Osmanlı mətbəxinin tavuk göz şirniyyatını hazırlamağa qərar verdim. Şirniyyatın hazırlanmasının əsas məqamlardan biri düzgün yağ seçimidir. Mənim seçimim təbii süddən hazırlanmış Golden Crown kərə yağı oldu. Yeni Zelandiya məhsulu olan Golden Crown şirniyyatlarında həm keyfiyyətli olması, həm də dadına əmin olduğum üçün istifadə edirəm. Göstərdiyim qaydada yağ ərdikdən sonra unu əlavə edirsiniz və qovurursunuz, sonra üzərinə hissə-hissə südü əlavə edərək durmadan qarışdırırsınız və şəkər tozu, sonra da vanilya əlavə edirsiniz. Sonra hər ehtimala qarşı mikserdən keçirin ki, içində yumru topaqlar qalmasın. Sonra toyuq ətini əlavə edirsiniz. Toyuğun hazırlanmasının açıqlamada tam detallı şəkildə yazacağam. Əvvəlcədən isladılmış qabın içində 3-4 saat gözləsəz kifayət edir. Əllə kənarlarını bu göstərdiyim formada qopardıqdan sonra üzərinə qab qoyub tərsini çevirib çıxara bilərsiniz. Mən bunu sizə əlavə olaraq naxış verməyin izində üsulunu göstərəcəm. Üzərinə səpdiyim darçın idi. Bu və ya başqa formada naxışlar verə bilərsiniz. Əlbəttə seçim sizin özünüzdə qalıb. Çox ləzzətli bir şirniyyatdır. Hazırlanması da olduqca asandır. Asan hazırlamaq istəyirsə videonu sev eləməyi unutmayın. İndi isə estafet yeganə xanıma ötürürəm. Görək o qırmızı biberli, yaşıl noxudlu, zeytunlu hansı şirniyyatı hazırlayacaq.